Əməkdar artist Fərqanə Qasımovanın ailəsində qürur verici və duyğulu anlar yaşanır. Sənətçinin oğlu Salih hərbi xidmətə yola düşür. Sferaz xəbər verir ki, bu barədə əməkdar artist qonaq-canlı verilişinə verdiyi müsahibədə məlumat verib. O, övladını vətənə xidmətə yola salmağın həm böyük qürur, həm də ana üçün çətin bir hiss olduğunu dilə gətirib. Balamızı əskərliyə yola salırıq. Bu, hər bir valideyn üçün məsuliyyətli və duyğulu məqamdır. Övladımı Rəbbimə əmanət edirəm. Allah bütün əskərlərimizi qorusun. Salamatlıqla evlərinə qaytarsın, deyə sənətçi bildirib. Fərqanə Qasımova qeyd edib ki, Salihin hərbi xidmətə yollanması ailə üçün həm sevinc, həm də kövrək duyğularla yadda qalan bir mərhələdir. Onun sözlərinə görə vətənə xidmət hər bir gəncin borcudur və bu borcu yerinə yetirmək böyük şərəfdir. Qeyd edək ki, əməkdar artistin 4 övladı var. Mövlanə, Həlimə və Salih Üçəmdir. Sənətçinin digər qızı Fatimə isə xalq artisti Natiq Şirinovun musiqiçi oğlu Ümidin həyat yoldaşıdır. Fərqanə Qasımova həm sənət yolunda, həm də ailə həyatında övladları ilə fəxr etdiyini vurğulayaraq, bütün valideynlər kimi əskər analarının keçirdiyi hissləri yaşadığını bildirib.